Hamıya salam. Bu gün isə sizlərə böyük neft ehtiyatı və uğurlu neft şirkətləri olan Birləşmiş Ərəb Əmirlikləri barəsində video hazırlamışam. Lüks maşınlar, lüks otellər və upuzun dəbdəbəli binalar ilə çevrili bir ölkədir bura. Bu ölkənin kiçik olmasına baxmayaraq, dünyanın ən varlı adamları bu ölkədə yaşayır. 1971-ci ildə yaradılan bu ölkə 7 əmirliyin birləşməsi nəticəsində yaranıb. Buranın varlı insanlarının əsas gəlir mənbəyi neft şirkətlərindəndir. Ölkəyə hər il 400 milyard dollardan çox qazanc gəlir və bu qazancın %70%-dən çoxu neft şirkətləri sayəsindədir. Ölkənin turizmə qapısı daima açıqdır. Lakin bunu unutmaq lazım deyil ki, bu şəhər insanların və dövlətin hüquqları əsasında idarə olunur. Ərazisi Səudiyyə Ərəbistanın ərazisinə nəzərən çox kiçikdir. Əhali sayısı 10 milyon civarındadır. Həftənin hər günü Dubay və Azərbaycan arası uçuşlar gerçəkləşdirilir. Yəni istədiyiniz vaxtda oraya səyahət edə bilərsiniz. Bunun üçün isə konsolluqlara və ya səfirliyə müraciət edib viza almalısınız. Ölkənin tarixi ilə maraqlansaq görərik ki, 20-ci yüzillərə kimi bu ölkə sakinləri yalnız dəniz məhsulları ilə dolanışığını düzəltməyə çalışır və maliyyə baxımından çox çətinlik çəkiblər. Lakin 1950-ci illərdən sonra ölkədə neft mədəni tapıldı və bu hadisə nəticəsində ölkə dirçəlməyə başladı. Və bu sayədə indiki dövrdə böyüyən uşaqlar dünyanın ən varlı neft şirkətləri sahiblərinin övladları olmaq xüsusiyyətini daşıyırlar. Əlbəttə ki, bu ölkədə hər kəs varlıdır demirəm. Dubay kimi şəhərlərə sonradan işləmək üstündə gələn xeyli insanlar var və onlar burada yaşayırlar. Bunu da qeyd edim ki, buraya işləmək üçün gəlmək istəyirsinizsə, təxmini qazanacağınız məbləğ 2500-300 dollar civarındadır. Bunu da nəzərə alın ki, kənardan gələn işçilərə qul münasibəti göstərildiyi iddia edilir. Çox insan iş tapa bilmədikləri üçün bu ölkəyə gəlir, lakin xeyli insan tikinti əsnasında dünyasını dəyişir. Bu ölkədə çox vaxtı insanlar ərəb dilində danışır, lakin iş prinsiplərinə əsasən ingilis dilində də ünsiyyət qura bilirlər. Əlavə olaraq bu ölkəyə kənar bölgələrdən gələn insanların fərqli dillər ilə bir-birləri ilə ünsiyyət qurduğunun şahidi ola da bilərsiniz. Birləşmiş Ərəb Əmirliklərinin %90%-i müsəlmançılığı qəbul edib. Başqa ölkələrdən gələn insanlarla xoş münasibətdə olmaqlarının əsas səbəblərindən biri də budur. Həm də 20 ildən artıq yaşayan və barələrində hər hansısa bir qanun pozuntusu qeydə alınmayan insanlara vətəndaşlıq belə verilir. Lakin ölkədə vətəndaşlar üçün məhdudiyyətlər çoxdur. Məsəl gətirmək olar ki, sosial media dövlətin əlindədir. Ölkə xəbərlərində əmirlikləri və ya dövləti tənqid edən məzmunlarla bağlı belə qanunlar var ki, o qanunları tapdalayanlar məsuliyyətə cəlb olunurlar. Cəmiyyət arasında öpüşmək və ya qucaqlaşmaq qadağandır. Əgər evli deyilsinizsə və sevgilinizlə birlikdə bir oteldə qalmağınız da mümkün deyil. Üstəlik Ramazan ayında cəmiyyət içərisində yemək yemək də qətiyyən olmaz. Şəkil çəkdirməyi sevən insanlar bunu da bilməlidir ki, dövlət və hərbi obyektləri və ya səfirlik binalarını çəkib sosial mediada paylaşsanız məsuliyyətə cəlb edilərsiniz. Bunları da öyrəndiyimizə görə gəlin başqa mövzulardan sizə bəhs edim. Hava temperaturlarının yüksək keçməsi ilə əlaqədar olaraq əhali gəzməyə elə də üstünlük vermir. Əgər siz Dubaya işləmək üçün gedirsinizsə, yaşayacağınız evin kondisionerli olub-olmamasına diqqət yetirməlisiniz. Ölkədə minimum əmək haqqı mövcud deyil. Ən az gəlirli işlər isə ofisiantlıq və inşaat sahəsidir. Əmək haqqları isə 2-3 min dollar arası dəyişir. Başqa ölkələrin maaşları ilə müqayisədə bu rəqəmlər sizə mükəmməl görünə bilər. Amma siz bu ölkədə yaşamaq istəyirsinizsə, bunu da bilməlisiniz ki, ev kirayəsi başda olmaqla nəqliyyat vasitələri, ərzaqlar və qida məhsulları çox bahalıdır. Və işçi kimi işləyib burada yaşamaq çox çətindir. Lakin burada çətinliklə işləyib ailənizə pul göndərə bilərsiniz. Bu məntiqli bir üsuldur. Lakin təəssüf ki, inşaat üzrə mütəxəssis ola bilməzsiniz. Çünki bu mütəxəssislər çox vaxt Amerikalı, Avropalı və Kanadalılardan seçilir. Kənar bölgələrdən gələn insanlar isə çox vaxt aşağı sahələrdə işləyirlər. Təbii ki, bu məsələlər insanlar arasında ayrı-seçkiliyə də səbəb olur. Məsəl olaraq Dubayda bir mağazaya daxil olduqda geyindiyiniz geyimə görə sizə münasibət göstərirlər. Amma varlı bir insansınızsa, ölkədə hər kəs sizinlə yaxşı münasibət qurmağa çalışır. Orada qətiyyən varlı insanlarla münaqişə yaşamağınızı məsləhət görmürəm. Çünki kasıb insanların Ərəb Əmirliyində haqqını tələb etməsi qeyri-mümkündür. Hər zaman qanun cəhətdən varlı ərəblərdən bir addım geridə olurlar. Bu həqiqətən də insanın əhvalını pozacaq bir məsələdir. Demək olar ki, bu bölgənin çox yerində Cənubi Asiyalıların restoranları var. Bu sayədə yerli əhali həm də Cənubi Asiyanın milli yeməklərindən yeyə bilirlər.
Bu ölkədə yaşamaq qərarını yalnızca dolanışığa əsasən fikirləşmək düzgün deyil. Bu ölkənin qayda-qanunları ilə də yaşamağı nəzərə almalısınız. Əlavə olaraq, əgər təbiət sevən birisisinizsə, Dubay başda olmaqla bu ölkədə təbiət mənzərəsi deyilən bir ab-hava yoxdur. Çünki bura ancaq çoxmərtəbəli binalarla çevrilmişdir. Əgər səhrada gəzmək istəyirsinizsə, bəlkə bu biraz sizin əhvalınızı aça bilər. Ancaq bir müddət sonra gəzinti elə də maraqlı gəlməyəcək təbii ki. İzah etmək istədiyim budur ki, buraya insanların çoxsu neft sahəsində işləmək üçün gəlirlər. Buna şübhə etmirəm ki, burada neft mədənləri tapılmayana kimi əhali həyatı doya-doya yaşaya bilirdi. Çünki bu ölkədə neft çıxmayana kimi bura gələn insanlar həqiqətən gəlmək istədikləri üçün gəlirdilər və əhaliyə bir sevinc və xoş əhval qatırdılar. Sonralar isə insanlar pulun gücü ilə hər şeyi suni vəziyyətə saldı və bütün gözəlliklər bir-birinin ardınca məhv olub getdi. Bu günümüzdə Dubayda yaşayan insanlarla söhbət etdikdə ətrafdakılarla dostluq, yaxınlıq edə bilmədiklərindən şikayətlənirlər. Bunun səbəbi isə gələn insanların bir müddətlik gəlməyidir. Amma indiki zamanədə Birləşmiş Ərəb Əmirlikləri güvən məsələlərində başqa ölkələrdən heç də geriyə qalmır. Birləşmiş Ərəb Əmirlikləri pul əmanəti barəsində çox ölkələrdən irəlidədir. Xidmət və infrastruktur baxımından isə çox möhtəşəmdir. Müasirlik baxımından isə New Yorkdan seçilmir. Bu ölkə ilə əlaqədar yanlış şayiələr də mövcuddur ki, xeyli insan elə düşünür ki, bu ölkədə içki içmək olmur. Amma bu belə deyil və bəzi restoranlarda donuz ətindən yeməklər belə hazırlanır. Və burada qadınlara hicab da məcburiyyət deyil. Bura turistik bir yer olaraq da düşünüldüyünə görə insanlar burada istədiyi kimi geyinib gəzə bilir. Hətta plyajda rahatlıqla istirahət də edə bilirlər. Lakin ölkəni tanıtmağa gəldikdə, qısacası Dubay insanların uzun-uzadı yaşamaq üçün gələcəyi bir yer deyildir. Sadəcə multimilyoner olan ərəblərə məxsus və lüks obyektləri ilə çevrili bir ölkədir. Mənim fikrimcə də Birləşmiş Ərəb Əmirlikləri səyahət etməyiniz üçün yaxşı bir seçimdir, amma bir müddətdən sonra insanların şən olmaması, canlılıq hissinin az olması insanın əhval-ruhiyyəsini pozur. Varlı olmayan insanın buraya səyahət etmək niyyəti ilə gəlməsi onu yalnızca burada şəkil çəkdirməklə xoşbəxt edə bilər. Amma helikopter kirəyə götürüb Dubayı yuxarıdan izləməyə maddi imkanınız çatırsa, əlbəttə bu ölkəyə gəlin və gəzin əziz izləyicilər. Hazırlamış olduğum videomu bəyəndinizsə, fikirlərinizi şərh bölməsinə bildirsəniz sevinərəm. Kanalımıza abunə olmağı unutmayın.